Bismillahirrahmanirrahim. Əziz izləyicilər, sizləri Ramazan ətirli, Novruz təravətli bu əziz bayram münasibəti ilə təbrik edirəm. Uca Allahdan bu Novruzda, bu yeni ildə, bu yeni gündə cümləmizə gözəl günlər, ruzili, bərəkətli, xeyirli, uğurlu, imanlı, Qur'anlı bir il nəsib etməsini diləyirəm. Novruz bizim milli kimliyimizdir. Novruz bizim 5000 ildən çox varlığımızı isbat edən, mədəniyyətimizi sübut edən ənənələrdən, bayramlardan biridir. Bugün bir çox bizim milli düşmənlərimiz, bizim dini düşmənlərimiz bu ənənəni aradan aparmaqla bizim tarixi keçmişimizi əlimizdən almaq istəyir. Amma əmin olsun ki, buna heç kəs nail ola bilməyəcək. Necə ki, Sovetlər dönəmi buna nail ola bilmədi. İndi də ola bilməyəcəklər. Bəziləri bunu şirk sayır, bəziləri nə bilim farsların sayır, bəziləri əcəmlərin sayır və s. Yəni bütün bunlar ona köklənib ki, bu milli dəyərimizi bizim əlimizdən almış olsun. Amma Novruz tarixlərdə də qeyd olunur. Salnamələrdə də yazılır ki, Novruz yəni yeni gün, yeni eranın başlanması. Novruz əsatirlərdə yazıldığı kimi Həzrəti Adəm əleyhissalamın yarandığı gün, yəni Allah onu yaratmaqla yeni günün, yeni ilin, yeni eranın başlanmasını, Adəm erasının başlanmasını belə deyək ki, elan edir və yer üzündə və yaxud xilqətdə ən üstün olan bir varlığı Adəmi yaradaraq yeni bir varlıq erasının başlanmasını elan edir. Novruz 1000 illər boyu gözəl ənənələri ilə yaşamaqdadır və yaşayacaqdır da. Düzdür, ona bir çox uydurmalar, bir çox belə deyək ki, bəzi qeyri-səmavi dinlərin ənənələrini və yaxud qeyri-normal bir şeyləri də, xurafatları da daxil ediblər. Bunları bir kənara qoyanda özü özdüyündə Novruz gözəl bir bayramdır, gözəl bir ənənədir. Məsum imamlardan da Novruz haqqında bir çox sözlər deyilmişdi. Necə ki, İmam Sadiq əleyhissalam buyurur ki, İmam Zaman əleyhissalamın qiyamı Hicri ili ilə Məhərrəm ayının 10-unda, cümə günündə, əcəmlərin Novruz bayramı günündə Kəbə-i Müəzzimədən baş verəcəkdir. Yəni İmam Zaman əleyhissalamın da zuhuru ilə yeni bir imamət erasının başlanmasını Novruz günü kimi qeyd edir İmam Sadiq əleyhissalam. Yəni ədalət erası başlanır, zülmə son erası başlanır. Bu da gözəl bir ənənədir və bu da Novruz bayramında baş verəcəyi bildirilir İmam Zaman əleyhissalamın zuhuru, İmam Sadiq əleyhissalamdan. Yəni Novruz bütün məsumların təsdiq etdiyi, yəni bir şey ki, bir məsum təsdiq edirsə, bütün məsumlar onu təsdiq edir deməkdir. Təsdiq etdiyi gözəl bir ənənədir, gözəl bir bayramdır. İmam Sadiq əleyhissalam buyurur ki, Müəlla İbni Cuneysə belə buyurur ki, elə ki Novruz günü gəldi, qusl elə, ən təmiz, ən pak paltarlarını geyi, gözəl ətir vur və həmin günü oruç tut. Sonra müəyyən olunmuş 4 rəkətli namaz var, onu qıl. Daha sonra isə həmən günü Ya Zəl-Cəlali vəl-İkram zikrini daha çox elə. Bəzi yerlərdə yazır ki, 366 dəfə bu zikri oxu. İmam Sadiq əleyhissalam buyurur ki, bu əməlləri eləyənlərin 50 illik günahları əfv olunar. Novruz bizə belə bir dəyərləri verir. Novruzun gözəl ənənələri var. Küslülərin barışması, təmizlik işlərinin aparılması, sildə-i rəhm, qohumlarla münasibət, insanların bir-birinə bayram hədiyyəsi verməsi, bir-biri ilə gözəl münasibətdə olması. Bu, İslamda da bəyənilən ən gözəl və bəziləri ən vacib əməllərdəndir. Ona görə də İslam zuhur etdiyi hər bir yerdə
o yerin gözəl ənənələrini saxlayırdı, gözəl olmayan əməllərini, İslama zidd olan əməllərini qadağan edirdi. Novruz da İslamın təsdiq etdiyi, yaşatdığı əməllərdən, ənənələrdən, bayramlardan biridir. Bir daha bayramınız mübarək olsun. Allah Təbarəkə və Teala bizlərə öz rəhmətini bu mübarək Ramazan ayında və Novruz günündə nəsib eləsin. Bizləri bağışlanmamış dünyadan aparmasın. Vəssalamu aleykum və rəhmətullah.